Hər vaxtınız xeyir olsun əziz tələbələr. Sahə və perimetr mövzusunun izahına baxırıq. Bu mövzu ilə bağlı olan test tapşırıqlarını həll etmək üçün ilk öncə müəyyən fiqurlar var ki, onların sahələrini bilmək vacibdir. Bunlar hansılardır? İlk öncə sahə düsturlarını qeyd edək, daha sonra konkret misal nümunələri üzərində baxarıq. İlk öncə bilməli olduğumuz nədir? Hər birimizə məlum olan kvadrat. Tərəfi A olan kvadratın sahəsi S bərabərdir A kvadratı olacaqdır. Perimetr isə 4A-ya bərabərdir. Yəni 4 tərəfinin cəmi. Perimetr dedikdə istənilən bir fiqurun perimetri deyəndə tərəflərinin uzunluqları cəmi nəzərdə tutulur. İkinci fiqur düzbucaqlıdır. Düzbucaqlıda eni A, uzunluğu B olan düzbucaqlının sahəsi S bərabərdir N vur uzunluq. Yəni S bərabərdir A vur B formasında təyin olunur. Perimetr deyəndə yenidən tərəflərinin toplamı. Bu qarşı tərəflər bir-birinə bərabər olduğundan perimetr 2 vur A plus B formasındadır. Üçüncü fiqur baxa bilərik üçbucaq. İstənilən üçbucaqda sahə, tərəf və tərəfə çəkilən hündürlüyün hasilidir. Buna HA desək daha düzgün olar, çünki A tərəfinə çəkilən hündürlük. Ola bilər ki, müxtəlif tərəfli bir üçbucaq olsun və onların hər bir tərəfinə çəkilən hündürlüklər o zaman fərqli olacaq. İstənilən üçbucaq üçün sahə düsturu 2də 1 vurulsun A, HA formasında təyin olur. Yəni tərəf və həmin tərəfə çəkilən hündürlük formasında təyin olunur. Əgər bu tərəfə B, bu tərəfə də C demiş olsam, təbii ki, perimetr bərabər olacaq A plus B plus C-yə. Üçbucağın müxtəlif formaları var. Düzbucaqlı üçbucaq, körbucaqlı üçbucaq. Bu istənilən üçbucaq üçün olan bir düsturdur. S bərabərdir 2də 1 A, HA. Düzbucaqlı üçbucaqda baxmış olsaq əgər, bura düzbucaq təpəsidir. Bu tərəf A, bu tərəf də B-dir. Burada sahə düsturu nəyə bərabərdir? Düzbucaqlı artıq burada tərəfə çəkilən hündürlük, sanki üçbucağın tərəfini aşağıdakı B qəbul etsək, bu A nədir? B tərəfinə çəkilmiş hündürlük hesab oluna bilər. Bu səbəbdən də S bərabərdir B vur A bölü 2, yəni AB bölü 2 formasında düzbucaqlı üçbucağın sahəsini təyin edirik. Həmçinindəki körbucaqlı üçbucaqda isə buradan yuxarıdan aşağı bir hündürlük endiririk. Bu tərəfə A desək, burada H demiş olsaq, S bərabərdir. Yenidən 2də 1 A, H-a bərabər olacaq. Yəni tərəf və tərəfə çəkilən hündürlük. Baxmayaraq ki, yəni buradan çəkilən hündürlük boşluğa gedir. Amma bu tərəfə çəkilən hündürlük qismində yuxarıdan aşağı olan xətti qəbul edə bilərik. Sahə də olacaq həmin hündürlüyün çəkildiyi tərəfə hasilinin yarısı. Növbəti fiqurumuz hansıdır? Növbəti danışa bilərik rombdan. Romb bütün tərəfləri bir-birinə bərabər olan dördbucaqlıdır. Bu da təbii ki, kvadrat kimi sadəcə forması fərqlidir. Rombda diaqonallardan danışırıq. İki tərəfi birləşdirən düz xətlərə diaqonallardır. Diaqonallara D1 və D2 ilə işarə etsəm, sahə bərabər olacaq 2də 1 vur D1 D2-yə. Yəni diaqonalların uzunluqlarının hasilinin yarısına bərabərdir sahə. Beşinci fiqur paraleloqramdır ki, burada yenə paraleloqramda qarşı tərəflər və yan tərəflər bir-birinə bərabər olur. A tərəfinə çəkilən hündürlüyü H qəbul etsəm, sahə artıq bərabər olacaq A vurulsun H-a. Yəni A tərəfi və A tərəfinə çəkilən hündürlüyün hasili bizə paraleloqramın sahəsini verir. Növbəti gəlir trapesiya. İstənilən bir trapesiya ya düzbucaqlı, ya da ki, fərqi yoxdur, yəni normal, bərabər yanlı trapesiya olsun. Oturacaqları A və B, hündürlüyü isə H olan bir trapesiyanın sahəsi S bərabər olacaq A plus B böl 2 vur H şəklində təyin olunacaqdır. Növbəti nə gəlir? Yəni oturacaqlarını toplayıb 2-yə bölürük və vururuq hündürlüyə. 7-ci gəlir dairə. Dairənin sahəsi nəyə bərabərdir? Radiusu R olan dairənin sahəsi S bərabərdir pi R kvadratı formasında təyin olunur.
Həmçinin çevrənin uzunluq düsturu var. L bərabərdir 2 pi r. Bizə perimetr tapanda məhz bu düstur lazım olacaq. Çünki məsələn belə bir fiqur verəcək. Və bizdən bu fiqurun perimetrini soruşacaq. Tutaq ki, deyir buradan bura qədər 5-dir. Bu hissələr də nədir? Məsələn 10-dur. İndi biz burada baxırıq ki, perimetr tapanda bura 10-dursa, bu tərəfdə 10-dursa, iki tərəfin cəmi 20-dir. Bəs biz bunun perimetrini necə tapa bilərik? Bu da çevrənin parası deyilmi? Yəni normal çevrənin uzunluğu L bərabərdir 2 pi r-dir. Bu isə uzunluğun yarısıdır. Yəni pi r əslində olmalıdır. Radiusumuz nə qədərdir? 5-dir. Onda bu nə olacaq? 5 pi. Və bizdən bunun perimetrini soruşmuş olsa 20 üstə gələk 5 pi formasında perimetr təyin olunacaq. Yəni bizə çevrənin perimetr, daha doğrusu uzunluq düsturu məhz bu formada verilən fiqurların perimetrinin tapılmasında istifadə olunacaq. Bu səbəbdən L bərabərdir 2 pi r düsturunu da bilməliyik. Artıq bizim əsasən qarşımıza çıxa biləcək düsturlar bunlar idi. Kvadrat, düzbucaqlı, üçbucaq, romb, paraleloqram, trapesiya və ən sonda dairə idi ki, bunların sahələrini qeyd etdik. İndi bu sahə düsturlarından istifadə etməklə çalışmalarımızı həll etməliyik. Keçək məsələlərin həllinə. Sahə və perimetrdə qeyd olunur ki, 1-dən 15-ə qədər olan suallarda fiqurların sahəsini tapın. Fiqurların sahəsini tapmaq deyəndə bizə verilən belə bir fiqur var. Təbii ki, həmin fiqurda müəyyən kəsiklər olunub. Yəni, bu boşluqların, sahələrin götürmək lazım deyil. Yəni, xətlərlə hüdudlanan, bu xətlərlə hüdudlanmış hissənin sahəsi bizə lazımdır. Təbii ki, belə bir fiqurdan biz danışmadıq. Standart bir fiqur deyil. Və biz bu fiquru müəyyən hissələrə bölüb standart fiqurlara gətirə bilərik. Məsəl üçün, bunu bölüb əslində kvadratlar və düzbucaqlar formasında sahəsini hesablaya bilərik. Amma daha rahat bir üsulu da var ki, biz bunun çıxıntı yerlərini birləşdirəndə tam bir fiqur alınır. Bu hissə boşluqdaydı, bu hissə və bu hissə. Və mən bütöv bu düzbucaqlının sahəsini tapıb, kəsilən hissələrin sahəsini də tapıb bir-birindən çıxsam, mənə orada qalan tam hissə verər. Bu səbəbdən də S ümumini tapıram. Bu bizə nə verir? 8 buradan bura qədərdir, uzunluqdur. 7 isə n-dir. Uzunluq da sahə nəyə bərabərdir? 7 vur 8, 56-ya. Bu ümumi sahəsidir. Bəs S bizə lazım olmayan hissələr nədir? Bəs S' deyək buna. Bunlar nədir? Bəs bu fiqur. Bu fiqurda baxıram ki, nx-dır, uzunluq 2x-dır. Təbii ki, burada 56x kvadratı idi. X-ı 2x-ə vuranda 2x kvadratı bu birincinin sahəsi plus bu ikincidəkinin sahəsi 1,5x-ə vurmalıyam 2x-ə. Bu da eləyəcək 3x kvadratı və üzərinə gəlirəm sonuncu hissəni. 3x-i 2x-ə vuranda 6x kvadratı alınacaq. Və bütün bunları toplasam, onda 2x kvadratı, 3x kvadratı və 6x kvadratının toplamı bizə 11x kvadratını vermiş olacaqdır. Deməli, bu çıxarılan hissələrin sahələri 11x kvadratıdır. Ümumi isə 56x kvadratı idi. Onda bizə lazım olan S1 deyək, ümumi, yəni bizə lazım olan sahə. Toplamdan çıxacağım yerdə qalan, yəni kəsilib atılan hissələri. Bu da bizə verəcək 45. Deməli, əsas fiqurun sahəsi olur 45x kvadratı, doğru cavab olacaq A variantı. Hissələrə bölməklə də etmək olardı. Təbii ki, bu biraz bizim vaxtımızı alacaqdır. Bu səbəbdən də ümumidən kəsilib atılan hissələri çıxmış olsaq, bizə yerdə qalan hissənin sahəsini verəcəkdir. Növbətə baxaq ikinci suala. İkinci sualda yenə qeyri-standart bir fiqurdur və bunu standart fiqurlara bölməklə çox rahat həll etmək olar. Məsələn, bunu buradan bölürəm və bir düzbucaqlı, bir dənə də trapesiya yaradıram. Bu düzbucaqlının sahəsini hesablayıram. Aydındır ki, hər hansısa bir fiqurun sahəsi onun bölündüyü hissələrin sahələrinin cəminə bərabərdir.
Ayrı-ayrı iki fiqur kimi hesablayıram? Bunun sahəsi nəyə bərabər olacaq? Təbii ki, uzunluğu 5-dir, eni isə 2-dir. Onda sahə olur S1 bərabərdir 5 vur 2, yəni 10. Sahəsi bərabər oldu 10-a. 10. İndi S2-ni hesablayaq. Bu isə artıq trapesiyadır. Düzbucaqlı bir trapesiyadır. Oturacaqları biri budur, biri də budur. Oturacaqlarının biri aydındır ki 4 cm-dir. Trapesiyada sahə düsturu belə idi. A plus B bölü 2 vur H. Yəni oturacaqlarını toplayıb 2-yə bölüb hündürlüyə vururduq. Buradan bura qədər olan məsafə 2-dir. Buradan bura qədər olan ümumi 8-dir. Onda bu hüdudlanmış bu trapesiyanın oturacağı nə qədər olur? 6 cm olur. Bir oturacağı 4-dür, bir oturacağı 6-dır. 4 ilə 6-nı toplayıb bölürəm 2-yə, vururam hündürlüyə. Hündürlük isə buradan bura qədər olan məsafədir. Bəs o nə qədərdir? Aydındır ki, buradan ümumi 5 cm-dir. Buradan bura qədər ümumi 5 cm-dir. Bu aşağıda 2-dirsə, içəridə qalan bu hissənin uzunluğu olur 3. Deməli, bizim hündürlüyümüz də nədir? 3 cm-dir. Vururuq 3-ə. 10 bölü 2, 5. 3'e de vuranda 15. Deməli, bu içəridəki fiqurun, ikinci fiqurun da sahəsi 15'dir. Söhbət ümumi fiqurdan gelir. Ümumi fiquru tapmaq üçün ayrı-ayrı hissələri toplamalıyam. 10 plus 15. Deməli, sahə olacaq 25. Doğru cavab C variantı olur. Üçüncü sual ən sadə fiqurdur. Tərəfi görürəm ki, buraların hər biri A-dır. Hər biri A-dırsa, hər biri kvadratlardır və birinin sahəsi A kvadratıdır. Onda görə burada neçə dənə var? 1, 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Deməli, 20 dənə burada A kvadratı var. Bu səbəbdən də sahə olacaq 20 A kvadratı. Keçək növbəti suala, dördüncü suala. Dördüncü sualda yenidən baxırıq bu fiqura. Bu fiqurda standart bir fiqur deyil, qeyri-standartdır. Amma onu biz standart fiqura gətirib, çıxardığımız hissələrin sahəsini hesablayıb tapa bilərik. Bunu tamamlamış olsaq əgər, onda bütöv uzunluq və en nə qədər olacaq? Birinci ona baxaq. Buradan bura qədər olan məsafə nə qədərdir? İlk öncə onu təyin eləyək. Bura təbii ki, buradan bura qədər A-dır. Buradan bura qədər də A-dır. Çünki buradan bura qədər 2A-dır. Buralar da A-dır. Bura 3A-dır. Bəs buradan bura qədər də 2A-dır. 2A bura, 3A bura, 5A, 6A, 2A da bura, 8A. Deməli, uzunluğu 8A-dır. Bəs eni nə qədərdir? Bunu tapmaq lazımdır. Buradan bura qədər 2A-dır, içəri də A-dır. Onda uzunluq oldu nə? O pişi 3A. Onda ümumi S fiqur nəyə bərabər olur? Ümumi fiqur onda bərabər olacaq. S bərabərdir 3A vur 8A. Yəni 24A kvadratı. 24A kvadrat oldu. İndi çıxarılan hissələri hesablayaq. Bunun tərəfləri A-dır. Burası da A-dır, üst hissəsi də A-dır. Çünki aşağısı A-dır. Burada A-dır. Sahə nə oldu? A kvadratı. Həmçinin bunun da sahəsi A kvadratıdır, bunun da sahəsi A kvadratıdır. Bunun sahəsi buradan görünür. 2A-nı A-ya vuranda olur 2A kvadratı. Buradan da 2A-nı bu tərəfdə A-dır da vuranda buranın sahəsi olur 2A kvadratı. Çıxarılan sahələrin toplamı A kvadratı üstə A kvadratı plus A kvadratı, 2A kvadratı və 2A kvadratı. Bu da eləyəcək 7A kvadrat. Ümumisi 24A kvadratıdır və buradan 7'ni çıxıram. Nəticədə qalır 17A kvadrat və cavab da olacaq 17A kvadratı D variantı. 5-ci sual. Qeyri-standart fiqurlardan biri daha. Yenə də bunu hissələrə bölməklə tapmaq mümkündür. Çünki belə bir fiqurun sahəsi barədə biz bir söz deməmişik. Dikəlirik bunu standart
bir fiqurlara bölürük. Belə bir fiqura bölsəm, burada bir trapesiya yaranacaq. Daha sonra buradan belə bir fiqura bölərik. Aşağıda belə bir düzbucaqlı formasında, yuxarıda isə belə bir hissə. Aha, baxırıq nəyə? Keçirəm bu fiqurun sahəsini hesablamağa. Aşağıdakı trapesiyanın yuxarısı 2x-dır, aşağısı da 6x. Yəni oturacaqların biri 2x-dır, biri 6x. Toplayıram oturacaqları 2x-dən 6x-i bölürəm 2-yə və vururam nəyə? Hündürlüyə. Bəs bu hündürlük nəyə bərabərdir? Onu təyin etmək lazımdır. Buradan bura qədər 2x-dir. Həmçinin buradan bura qədər də 2x-dir. Onda hündürlük də 4x olurmu? Bəli, olur. Gətirib bunu nə etməliyik? 4x-ə vurmalıyıq. Vururam 4x-ə. 6x, 8x, 8 2-yə 4, 4-ə 4-ə vuranda 16. Deməli, bunun sahəsi oldu 16x kvadratı. Keçirəm buradakı fiqurun sahəsini hesablamağa. Eni 4x-dir, uzunluğu da 4x-dir. Sahə oldu 16x kvadratı. Buradakı hissə 2x buradır, 2x də bura. Sahə oldu 4x kvadratı. Aşağıda da həmçinin 2x bu hissədir, 2x buradır, 2x bura, 2 də bura. 8x oldu mu? En də 2x-dir, uzunluq 8x. Hasili 16x kvadratı. Həmçinin boyu da 4-ün 4-də bir kvadratdır. Sahə olur 16x kvadratı. Götürüb bütün sahələri toplayıram. 16, 16, 4, 16 və 16. 4 dənə 16, 64. Bir dənə də 4 var, olur 68 x kvadratı. Sahə olacaq 68x kvadratı. 6-da da yenə standart bir fiqurdur. 2x buradır, 2x də bura olacaq. Niyə? Çünki bura 4x-dir. Buradan bura qədər 2x-dirsə, buradan bura qədər də 2x-dir. Və hər bir kvadrat bir-birinə bərabərdir. Bir dənəsinin sahəsi nə qədərdir? 2x vuraq 2x, yəni 4x kvadratı. Bir dənəsinin sahəsi. Sayaq görək. Nə qədər burada kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 kvadrat və hər birinin sahəsi 4 dənə x kvadratıdır. Sahə ümumilikdə olur 64x kvadratı. Doğru cavab da olur C variantı. 7-ci sual. Kvadratın daxilinə çəkilmiş 8-bucaqlının sahəsi 28-dir. Buralar 2-dir, bu hissələr 2-dir. Bu hissədə bir üçbucaq var. Düzbucaqlı üçbucaqdır. Sahə nəyə bərabər idi? A vur B bölü 2. Burada 2-dir. Digər tərəfdə 2-dir. 2-yə böləndə sahə qalır 2. Həmçinin bu tərəflərin hamısı eynidir. Standart formada kəsilmiş bir fiqurdur. Buranın sahəsi 2. Bura 2. Burada və burada 2. Daxildəki isə 28-dir. Kvadratın ümumi sahəsini soruşur bizdən. 28-in də üstünə gəlirəm. Nəyi? 8-i. Bu da eləyəcək 36. Doğru cavab olur 36 D variantı. 8-ci sualda yenə başlayırıq bunun sahəsini hesablamağa. Bunu belə bir hissəyə bölüb, bunu da hissəyə bölüb tapmaq mümkündür. Hər bir hissəni üçbucaq və düzbucaqlı formasında. Baxıram ki, bunun eni 2A-dır, uzunluğu 4A-dır. Onun sahə nəyə bərabər olacaq? 2A vur 4A-ya. Yəni 8A kvadratına bərabər olacaq. Sonra keçirəm ikinci fiquru hesablamağa. İkinci fiqurun uzunluğu nə qədərdir? Buradan bura qədər 4A-dır. Kənarlar da A-dırsa. Uzunluq olur ümumi 6A. S də bərabər olacaq 6A vur. N nə qədərdir bəs? N də 3A-ya bərabərdir. 3A-ya olur 18A kvadratı. İndi buradan bura qədər ümumi 5A-dır. Bu hissədə 3A-dırsa. Onda buradan bura qədər nə qədər olacaq? 2A. Bəs bu hissə nə qədər olacaq? Baxıram buradan bura ümumi 6A-dır. Bu hissədə A düşübsə, bu hissədən sonraki nə qədər olmuş olur? Onda bura 2A düşür. Burada düşür 4A. Çünki A hissəsi buradadır. Buradan böləndə gəlib 3A sağ tərəfdə, sol tərəfdə də 2A qalmış olur.
ortadan böləndə. İndi hündürlük də buradan bura yendirsəm bu üçbucaq üçün nəyə bərabər olacaq buradan bura uzun xətt? Təbii ki 2A-ya. Onda bu üçbucağın sahəsi nəyə bərabərdir? 2A vur 2A böl 2 deyir 2A kvadratı. Bunun da sahəsini hesablayanda 4A-nı vurmalıyam 2A-ya. S bərabərdir A vur H böl 2. Tərəfə çəkilən hündürlük və onların hasilinin yarısı. Eləyəcək 8A kvadratı böl 2, yəni 4A kvadratı. Buranın da sahəsi oldu 4A kvadratı. Onda S ümumini hesablayıram. 8 üstə gələk 18 plus 2 plus 4. 26 ilə 6-nın toplamı da bizə verir cavabı 32. Sahə də bərabər olacaq 32A kvadratına. D variantı doğru cavab olmuş olur. 9. Tərəfi 14 olan zərf şəkilli kağızın kənarlarını açıram. Baxırıq ki, bu qatlanmış bir kağızdır. Bunu qatlayanda kvadratın özü qədər olub. Deməli, açanda da nə baş verəcək? Açanda da elə bu açılan hissələr həmin hissələr deyilmi? Tərəf 14-dürsə, onda bu daxildə olan kvadratın sahəsi nə qədər olur? Bu kvadratın sahəsi S bərabərdir 14 vur 14. Yəni 196. Açılan hissələr də həmin kvadratın hissələridir də yenə eyni hissələr qədərdir. Onda S ümumi nəyə bərabər olacaq? 196 vur 2-yə. O da olur 392 santimetrin kvadratı. Niyə? Çünki içəri qatlanan hissələr məhz kvadratın özü qədərdir. Bütöv özü qədər. 10-cu sual. 10-cu sual yenə də, baxın, özü də hissələrə bölüb zaten. Buradan bura qədər A-dır. Birincinin sayəsini hesablayırıq. Buradan bura qədər. 2A-nı A-ya vuranda oldu 2A kvadrat. Artıq A kvadratını yazmıram, sadəcə ədədləri yazaq. Sonra buradan bura A-dır, bu tərəfdə A-dır. Sahə oldu 1 dənə A kvadratı. Onu eləcənə 1 yazaq. Eləcənə 1 yazdıq. 1 dənə A kvadratı çünki. Sonra bura 2-dir, burada 1A-dır. Oldu 2 sahəsi. Sonra buna baxıram, bu aşağıdakına. Yenə tərəfi bir dənə A-dır. Bura 2A, burada A-dırsa toplamı 3A eləyir. Sahə oldu 3. Bu içəridəki 1-dir. Bu da 1-dir. Bu da 1-dir. Həmçinin bu da nədir? 1-in 2-yə düzbucaqlıdır. Sahə olur 2. Toplamına baxıram bunların. 2, 4, 5, 6, 7, 8, 10 və 13. Sahə nəyə bərabər oldu? 13. Yanına da bir A kvadratı yazırıq. 13 A kvadratı sahəni vermiş oldu. 11-ci sual. Yenə də standart fiqurlardan ibarət olan qeyri-standart bir fiqurdur. Bütün sahələri hesablamaq üçün hər birinin ayrı-ayrı sahəsini hesablayaq. Uzunluq vur n sahə olacaq 9. Yenə də uzunluq vur n olacaq 4. Burada isə yəqin ki hissə x-ə bərabərdirsə, bu hissəsi də x-dir. Olur 1 x kvadratı. Burada isə 4-ün 4-dədir. Bu da olur 16. İndi bu hissələri toplayıram. 16, 4, 20, 29. Bir də burada 30. Doğru cavab olacaq 30 C variantı. Aha, hər biri 2-nin 2-yə ölçüdə kvadratlardır. Sahə bərabərdir 2A vur 2A. Yəni 4A kvadratı. Bir dənəsinin sahəsi 4-dür. Görək burada neçə dənə kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə. 13 dənə kvadrat var. 13'ü vururam 4'e, deyir 52. Sahə də bərabər olur 52'yə. 13-cü sualda standart hissələrə bölməklə cavabı almaq mümkündür. Məsələn, mən bölürəm bu hissəni bu formada. Sonra aşağıdan belə bir bölgü apara bilərik. Və hissələrin hər birinin sahəsini ayrı-ayrılıqda hesablamaq olar. Aha. İndi baxıram bunun sahəsinə. Deyir ki, buradan bura qədər 2x-dır. Buradan bura qədər 2x-dır.
Onda bu hissələrdə nə bərabər olacaq? 2x, 2x, bu da olacaq 2x. Buranın eni nədir? 2x-dir. Buradan bura qədər olan məsafəyə baxsaq əgər 2x yuxarıda, 2x aşağıda 4x-dir. Bura isə nədir? 2x-dir. Bəs buradan bura qədər olan nədir? Yuxarıya baxırıq paralelində 3x-dirsə bu da 3x-dir. Həmçinin burada da bura 3x-dir. Bəs bura nə qədərdir? Uzunluğu 6x. Keçək artıq sahələrin hesablanmasına. 6 vur 2 edəcək 12. Burada isə 3 vur 4 oldu 12. Və yaxud da ki 6 vur 3 burada 18. Burada isə 2 vur 3 nə oldu? 6. Sahələrini cəmləyirəm 12, 12, 18 və 6. 30 plus 18, 48. Sahə ümumi verəcək bizə cavabı 48x kvadratı. Bunu başqa cür də yazmaq olardı. Yenə standart bir fiqura tamamlamaq olardı. Bu da ikinci haldır, ikinci yoldur daha doğrusu. Bu nədir? Fiquru dedik ki, standart bir fiqura, tam fiqura tamamlayıram. Ümumi sahə nəyə bərabər olacaq? S ümumi. Belə tapmaq daha rahat olur çünki. S ümumi bərabər olur 10 vur 6-ya, yəni 60-a. S ağ hissələr, belə deyək, nəyə bərabərdir? 3x buradır, 2x da bura. Buranın sahəsi nə oldu? 6x kvadratı. Üstə gələk, bu nədir bəs? Bu da 3-ün 2-yədir. Bu özü də 6x kvadratıdır. Yəni 12x kvadratı. Onda S rəngli nəyə bərabər olur? S ümumidən çıxıram ağları. 60-dan da 12 çıxır, cavabı 48 alıram. İstənilən halda, yəni həm hissələrə bölməklə, həm də heç hissələrə bölmədən də çox rahat, sadə, standart bir fiqura tamamlayıb, çıxarılan hissələrin sahələrini çıxmaqla ümumidən belə də tapmaq olar. Yəni istənilən halda mümkündür cavab tapmaq. Keçirik 14-cü suala. 14-cü sual nisbətən biraz daha gəliz formada verilib fiqurlar. Niyə? Çünki standart fiqurlara tamamlamaq istəsək, məsəl üçün buranı bu formada tamamladıq. Burada oldu trapeziya. Aşağını düzbucaqlı bu hissəni də tamamlamış olsaq nə baş verəcək? İndi bunun içəridə bölüb hesablamaqdansa, gəlin çıxarılan hissələrini tamamlayıb hesablayaq. Çünki belə daha rahat görünür, həm də daha az vaxtımızı alacaqdır. Standart bir fiqura tamamladım. Aha, bütün uzunluq və bütün en nəyə bərabərdir? Eni və uzunluğu. Buradan bura qədər birinci tapaq. Nə qədərdir bu buradan bura qədər? Görürəm ki, hamısına bir xətt qoyub. Bu deməkdir ki, bunların uzunluqları bir-birinə bərabərdir. 2x buradır, 2x da buradır. Onda obşi uzunluq nə qədər olur? 4, 2 və 2. 8x en çıxdı. Uzunluğu isə buradan bura qədər obşi 9-dur. Onda S ümumi nəyə bərabərdir? 8x vur 9x. Yəni 8 vur 9 olur 72. S ağları hesablayaq. Bu hissəni vururam bu hissəyə və nə edirəm? Bölürəm 2-yə. Təbii ki, burada 2x, burada 2x-dir. 4 yarısı da oldu 2. Burada 2-dir, çünki eyni üçbucaqdır. Bura 2x, bura 2x isə kvadratdır. 2-nin 2-yə 4. Bura 3x, bura 2x sahə oldu 6. Bura 2x-in 2x-ə tərəfləri oldu sahə 4. İndi ağ sahələri hesablayıram. 2, 2, 4, 6 və 4. Nəyə bərabər oldu? 4, 4, 8, 10, 18. Onda S boz rəng nəyə bərabər olacaq? S ümumidən çıxıram ağların sahəsi. 72-dən çıxıram 18-i. Bu da eləyəcək 54x kvadratı. Deməli, rəngli hissənin sahəsi olur 54x kvadratı. Davam eləyək 15-ci suala. 15-ci sualda yenə də hissələrə bölərək də tapmaq olar və yaxud da ki, eləcə bu fiqurun özünə də baxmaq olar. Məsəl üçün, bunlara üçbucaq formasında baxıram, bunların hər birinə. Onsuz bir üçbucağı tapsam, bundan 6 dənədir də, vurub 6-ya ümumisini hesablamaq mümkündür. İlk öncə bu üçbucaqları tapıram. Buradan bura qədər 3-dür. Buradan bura qədər də 3-dür.
S üçbucaq nəyə bərabərdir? 3 vur 3 böl 2. Yəni 9 böl 2-dir. Bundan neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. Deməli 9 böl 2-ni vururam 6-ya. Və hər birinin sahəsini tapmış oluram. Daha doğrusu bu ümumi üçbucaqların bu hissələrinin sahəsini tapdıq. Sonra bunun sahəsini tapmaq mümkündür. 3-ün 3-ədir. Bura 9-dur. Üstünə gəlirəm 9. Sonra üzərinə gəlirik nəyi? Bu düzbucaqlardan da birini tapmaq kifayətdir. 3-ün 4-ədir də. Burası 4-dür. Burası da 3-dür. Bu da eləyir 12. Bura 12-dirsə hər üçü 12 olacaq. Onda 12-ni də 3-ə vurum və toplayım. Bu eləyir 27 plus 9 plus 36. Cavab da bizə verir 36 plus 36 72. Doğru cavab olur 72. D variantı. Artıq 16-dan 40-a qədər rəngli hissələrin sahəsinin tapılması məsələsidir. Ondan sonra isə perimetr məsələləri gəlir. 16-da rəngli fiqurun sahəsini tapın deyir. Rəngli fiqurun rənglənmiş hissəsinin sahəsini tapanda baxıram ki, bu üçbucaqdır. Üçbucağın sahəsi nəyə bərabər idi? Tərəf və tərəfə çəkilən hündürlük. Biz buradan tərəfə hündürlük çəkə bilərik. Çəkildiyi tərəfin uzunluğu nə qədərdir? Bunu yuxarıdakı damalarla saysaq 1, 2, 3 dənə dama düşür. Deməli, bura 3-dür. Buradan bura qədər 1, 2, 3, 4, 5, 6 və 7. Hündürlük isə 7-dir. Onda S1 nə qədər olur? 3 vur 7 böl 2. İkincinin sahəsini hesablayıram. Hündürlüyü vururam tərəfə. Tərəfin uzunluğu 2-dir. Hündürlük isə 3-dür. 2-ni 3-ə vurub 2-yə bölürəm. Cavab olur 3. Üçüncünün sahəsini hesablayırıq. Yenə də bir hündürlük çəkirik. Çəkildiyi tərəfin uzunluğu nə qədərdir? Buna baxaq. 3-dür. Hündürlük isə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dur. 3 vur 9 böl 2. Bu da eləyir 13,5. Bu 10,5 idi. S4-də hesablayıram. Baxıram ki, buradan çəkilən hündürlük elə özüdür. Tərəf 2-dir. Hündürlük isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-dur. 2 vur 10 böl 2. Cavab olur 10. S rəngliləri ümumi axtarırıq deyə rəngli hissələrin hər birini toplayıram. 10,5. Üzərinə gəlirəm 3. Üzərinə gəlirəm 13,5 və 10. Nəticə də bizə nəyi verir? 24 və 13, 37. Deməli, rəngli hissənin sahəsi olacaq 37. 17-ci sualda standart olmayan fiqurdur. Standart hissələrə bölə bilərik bunu. Məsəl üçün, içərisində üçbucaqlar yaradaq. Belə bir üçbucaq yaradıram. Daha sonra buradan belə bir üçbucaq yarada bilərik. Bu formada üçbucaqlar yaratdıq. Hər birinin sahəsini təyin eləyək. Bu üçbucağın sahəsini tapmaq üçün tərəf və tərəfə çəkilən hündürlük. Hündürlük 1, 2, 3-dür. Hündürlük 3-dür, tərəf isə 1, 2, 3-dür. Deməli, 3 vur 3 böl 2. Üzərinə gəlirəm. Bu üçbucağa baxıram. Tərəf 3-dür, hündürlük isə 1-dir. 3 vur 1 böl 2. Üzərinə gəlirəm. Bu üçbucağa baxıram. Tərəfi 1, 2, 3, 4, 5-dir. Hündürlüyü isə 1-dir. 5 vur 1 böl 2-dir. Və nəhayət üzərinə sonuncu fiqurun sahəsini gəlirəm. Tərəfi 1, 2, 3, 4, 5-dir. 1, 2, 3. Hündürlük də nədir? 3-dür. 5 vur 3 böl 2. Yuxarıları toplasam 9, 3, 12, 5, 17, 17 plus 15, 32. Böl 2. O da edəcək 16. Deməli, buradakı fiqurun sahəsi 16A kvadratına bərabər olacaqdır. Növbəti 18. Baxın, burada müxtəlif fiqurlar verilib. Onların sahəsini tapmaq lazımdır. Tapıb toplayırıq.
Buna bir trapesiya kimi baxsam, oturacaqların biri 2-dir, biri 3-dür, hündürlüyü 2-dir. Bunun sahəsi nəyə bərabər olur? 2 üstə gələk 3 böl 2 vur 2. 2'lər getdi, sahə qaldı 5. Deməli, bunun sahəsi oldu 5. Sonra baxıram bu paralelogramda tərəf və tərəfə çəkilən hündürlük. Tərəf nə qədərdir? 1, 2, 3, 4. Tərəf 4'dür. Hündürlük isə 1, 2, 3, 4, 5'dir. Sahə olacaq 4 vur 5 bərabərdir 20. Növbəti buna baxıram. Üçbucaq kimi baxsaq 1 olur. 2 vur 1 böl 2. Bu özü 2'nin 1'ə kvadratlardan təşkil olunur. 1'in 1'ə kvadratlardan da 2 dənədir. Bu da nədir? 1, bir də paradır. 1,5. Sonra bu üçbucağın sahəsini hesablayaq. Tərəf nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7. Hündürlük isə 1, 2, 3, 4'dür. 7 vur 4 böl 2. 28'in də yarısı eləyir 14. Bu sahə oldu 14. Qaldıq bu sahəni hesablamaq. Bu sahəni hansı formada hesablaya bilərik? Müxtəlif formada hesablamaq mümkündür. Baxın, belə etmək olar ki, ilk öncə buna bir figur, buna isə bir figur kimi baxaram. Bayaq körbucaqlı üçbucaq üçün düstur dedik. Bu bir körbucaqlı üçbucaqdır. Tərəfin uzunluğu nə qədərdir? 1. Bəs bu tərəfə çəkilən hündürlük nə qədərdir? 2. Sahə olacaq 1 vur 2 böl 2. Bərabərdir. Neçə olur o da? 1. Bu yuxarıdakının sahəsi oldu 1. Bəs bu aşağıdakının sahəsi nəyə bərabərdir? Tərəf 1'dir, amma o tərəfə çəkilən hündürlük. Belə baxaq. Bu bir figurdur. Bu bunun tərəfidir 1. Bu isə həmin tərəfə çəkilən hündürlükdür. Tərəfin uzantısına çəkilən hündürlükdür. Sahə də olur 1 vur 1 böl 2. Yəni 0,5. Başqa cür də tapmaq olar. Yəni bu formada biraz çətin gəlirsə, alternativ olaraq belə tapmaq olar. Uzağı bunu birləşdirərsiniz belə. Bu ağ hissələrin sahəsini taparsınız. Yəni eləyək. Məsəl üçün bu düzbucaqlının sahəsi nə qədər olacaq? 2'nin 1, 2, 3'ə. Ümumi 6'dır. Oradan ağları çıxaq. Ağlar nədir? Birincisi budur. Bu. 2'nin 2'yə bir düzbucaqlı üçbucaqdır. Sahə olur 2 vur 2 böl 2. Üzərinə gəlirəm bu aşağıdakının sahəsini. 3'ün 1'ədir. Hündürlük 1'dir. Buradan bura hündürlük 1'dir. Tərəf isə 1, 2, 3'dür. 3 vur 1 böl 2. Əlavə olaraq üzərinə buranın sahəsini gəlirik. Bura nədir? 1'in 2'yə. 2 vur 1 böl 2. Nə qədər oldu? 6 çıxaq. 2 üstə gələk. 1, 3. 3 üstə gələk 1,5. Elədi 4,5. Bu da nə verdi bizə? Çıxanda 1,5. Həqiqətən də biz də belə tapmışdıq. 1 yuxarıdakını, 0,5 də aşağıdakını tapmışdıq. Cəm də olur 1,5 bu figurun sahəsi. Artıq bütün rəngli hissələri toplaya bilərik. 20 plus 14 plus 5. Bunu yazdıq, bunu yazdıq, bunu da yazdıq. Sonra 1, 2, 3, 1,5, 4,5. Əlavə olaraq yuxarıdakı figurda 1,5. 20, 14, 34, 6, 45 də burada 45. Rəngli hissələrin sahəsi olacaq 45. Aha, burada rəngli hissələrin sahəsini necə hesablayırıq? Yenə də hissələrə bölməklə hesablamaq olar. Baxıram ki, bu kvadratlardan təşkil olunmuş bir 6'nın 6'ya bir kvadratdır. Bunun uzunluğu deyir 12'dir. Hər bir hissədə zaten bərabərdir. Onda bir dənə hissəsinə düşür 2 cm. Buralar 2'dir hamısı. Kvadratlar deməli 2'nin 2'yə kvadratlardır. Biz buradan hissələrə bölüb hesablaya bilərik. Birinci nəyi hesablayaq? Elə yuxarıdakı figurun özünü hesablayaq məsələn. Bunu bu formada böldüm. Bu bir üçbucaq. Sonra bunu bu formada böldüm. Balaca üçbucaq.
Bunu bu formada böldük və bunlar da belə. İndi sahələrini hesablayaq görək bunları. 2, 2 də buradır. 4 vur 2. 4 vur 2 böl 2. Sahə oldu 4. Bunun sahəsi 4'dür. Bir tam kvadratın sahəsi ilə eləmək olar da əslində. Bir tam kvadratın sahəsi 4'dür. Bu da onun yarısıdır 2. Bu 4'dür, bu da 4'dür, bu da 4'dür. Bu onun yarısıdır 2. Bu isə neçədir? Bu üçbucaq 2, 4, 6. Uzunluğu 6'dır. Oturacağı isə nədir? 2'dir. 6'nı 2'yə vurur və bölür 2'yə. Bunun da sahəsi olur 6. İndi keçirik aşağıdakı üçbucaq üçün hesablamağa. Tərəf və tərəfə çəkilən hündürlük. Bu tərəfin hardası yarısıdır da. Yarısıdır. 1, 2, 2, 4. Bu da bir yarısı 1. Oldu 5. Tərəf oldu 5. Hündürlük isə 2, 4, 6. Çünki bir dənə xana 2'dir. 6 da hündürlükdür. 5 vur 6 böl 2. Sahə olacaq 15. Sahə olacaq 15. Sonra keçirim bunu hesablamağa. 2 para da burada 1. 3 buradır. 4 de bura. 3 vur 4 böl 2. 6 bu tərəfdir. 4 buradır. 2 de bura. Qaldı burada rombun diagonallarıdır. Və yaxud da ki, elə bu formada baxmaq olar. 2, 2, 2, 2. Hər birinin sayısı. Çünki para kvadratdır. Hər birinin sayılarını toplayıram. 4, 4. Belə deyək də, bunun içərisində opşi birincinin sayısına qədər 4, 6, 10, 18, 20, 26. 26 budur. 4, 4, 8 budur. 6, 4, 12 bu birisidir. Və 15 də biridir. 26, 8, 12, 15. Deyiləcək 61. Doğru cavab B variantı olur. Burada da yenə sahələri hesablayanda görürəm ki, bu rombdur. 2'də 1, D1, D2 ilə etmək olar. Hər bir xəttin uzunluğunu 1 götürürəm. 1, 1, 1, 1. Onda bunun birinci diagonalın uzunluğu nədir? 4. İkincinin də 1, 2, 3, 4'dür. D2 də 4'dür. S, Y, F, G, H. Y, F, G, H nəyə bərabər olur? 4 vur 4 böl 2. 4 vur 4 böl 2. 16'nın yarısı da nədir bəs? 8. 8 olmuş oldu. Birincinin sayısı 8'dir. Keçirəm bu birisi üçbucağın sayısını hesablamağa. Burada hündürlük budur. Tərəfə çəkilən hündürlükdür. Tərəf 1, 2, 3, 4'dür. 4 vurulsun. 1, 2, 3, 4. Bu birisi hündürlük də 4'dür. Vurub 2'yə böldüm. Dedəcək 8. Deməli, bu birisinin də sayısı 8'dir və 8'in 8'e olan nisbəti bizə 1 verir. Doğru cavab olur 1. 21'də görürük ki, bu kvadrat formasında bir hissədir. Rəngli olan hissələr isə bunların tam ortasıdır da diagonal forması ilə bölünüb. Onda belə çıxır ki, mən rəngli hissələri tapmaq üçün ümumini tapıb yarıya bölə bilərəm. Ümumi bəs nəyə bərabərdir? 8A buradan buradırsa, 8A da buradan bura qədərdir. Aşağıda da verilir. 8A buradan buradır, həmçinin aşağıda. Onda bunun uzunluğu nə qədər olur? 16A. Eni də həmçinin eyni olur. 16A olur. Bəs sahə nəyə bərabərdir? 16A'nı 16A'ya vuranda 256A kvadratı olur. Onda S rənglilər nədir bəs? S ümuminin yarısı. S ümuminin yarısı. Yəni 256'nın yarısı o da eləyir 128. Doğru cavab olur 128 B variantı. 22'yə baxaq. 22'də də rəngli hissələri tapaq. Rəngli hissələri tapmaq üçün nə etməliyik? Eyni fiqurlardan sadəcə bir dənəsini. Əslində ümumi tapıb ağ hissələr daha azdır. Belə də tapmaq olar. Və yaxud da ki, zaten bura 2N, burada nədir? N'dir də, bura çünki N'dir. 2N'in nədirsə bu 2'dir və onunla eyni ölçüdə olanların hamısı 2'dir. Sahələr. Baxıram ki, hamısı 2'dir. Sonra ortada belə bir böyük kvadrat var. Bunun tərəfləri 2, 2, 4'dür. Bu da ondandır, bu da həmçinin 4'dür. İndi bunları toplamaq lazımdır.
2, 4, 8, 10, 12, 14, 16, 18, 20, 22, 26, 28, 30, 32, 34, 36. Mərkəzdəki ilə də 40 n kvadratı. Cavab olur C variantı. 23-də 23-də rəngli hissənin sahəsi soruşulur yenə bizdən. Burada da hər bir hissənin kvadratın tərəfini 1 götürsək, bundan tapmaq olar. Və bunun daxilində üçbucaq hissələri görmək olur. Baxın, məsələn, həmçinin burada ağ hissələrin sahəsini tapıb da çıxmaq olar. Ya ağı tapıb ümumidən çıxarıq, ya da ki, ümumiyyətlə qaraları tapmaq da mümkündür. Məsələn, bunun daxilində mən belə hissələr görürəm. Bu təbii ki, bunları mən 0,5 sayacağım. Tam kvadratları bölək. O yarım olanları 0,5 sayıb sayılarına vurarıq. Belə bir üçbucaq hissəsi var sonra burada. Sonra tam kvadratdır. Ümumisini tapaq. Sonra sayılarına vurarıq. Ayıraq bunları. Burada yine bir üçbucaq, düzbucaqlı üçbucaq hissəsi var. Kvadratlar. İndi nə edirik? Tam olanların içərisinə gətirib 1 yazacağım. 1 bulardır. Tamdılar çünki bunlar. Aha, nə qədər tam olanlar var? Bunların sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 12 dənə tam var. Sonra yarımlara baxıram 0,5'lərə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Başqa yarım yoxdur. 16 dənədir. 16'nı da vurmalıyım 0,5'ə. Çünki bu kvadratın yarısıdır. Etdi 8. 12 tamlar idi. 8 yarımlardan çıxdı. Bir də içəridə olan üçbucaqlar var. Üçbucağın bir tərəfi 1'dir, bir tərəfi 2'dir. Bu formada. Burası 2'dir, burası 1. Sahədə nəyə bərabər olur? 2 vur 1 bölü 2'yə. 2'lər gedir, 1 qalır. Deməli, bu düzbucaqlı üçbucağın da sahələri 1 imiş. Neçə dənə də onlardan var? 4 dənə də görürəm ki, onlardan var. 4 dənəni də bunların üzərinə gəlirəm. Cavab olur 12, 8 və 4, 24 doğru cavab D variantı. Davam eləyək 24'ə. Bu da sadə bir fiqurdur. Yine bunların da sahəsini tapa bilərik. Bir tərəfi A verib. Onda bu üçbucaqda düzbucaqlı üçbucaqdır bildiyimiz kimi sahə tərəf, yəni katetlərin hasilinin yarısıdır. 1, 2, 3 dənə A vur, 2 dənə A. Yazıram 3A vur 2A böl 2. Bu da olur 3A kvadratı. A kvadratını yazmıram, sadəcə 3 yazıram. Sonra bu 1'dir, bu 1'dir. Bunun sahəsini hesablayaq. 2'nin 2'yə bir üçbucaqdır. 2 vur 2 böl 2. 2 olur. Sonra bunu belə bölüb üçbucaq formasında götürsək 1, 2, 3, 4. 4A vur 1, 2, 3, 4A böl 2. Gedir 8A kvadratı. Bu olur 8. Bura 1, 2. Bu tərəf 3'dür. 1, 2, 3, 4. 4'ün 3'ə. 4 vur 3 böl 2. 12 olur. Daha doğrusu 3 vur 4 böl 2 olacaq 6 kvadratı. 6 buradır. Və sonda bunun sahəsi qaldı bir dənə. 1, 2, 3, 4A. 4A vur. Hündürlük də 2A'dır. Böl 2'yə. Olacaq 4A kvadrat. Bunun da sahəsi oldu 4. Şu bütün sahələri toplayaq. 1, 2, 4, 10, 14, 22, 25. Sahə olacaq nə? 25 A kvadratı. D variantı doğrudur. 25-ci sualda
25-ci sualda hissələrə bölüb hesablayırıq yenə. Bunu bu formada bölmüş olsaq, bunu əslində belə birləşdirib etmək olar. Və yaxud da ki, nə edək? Buradan bu üçbucağı hissəyə bölək. Elə etməliyik ki, kənar xətlər qırıq hissəyə düşməsin. Bunu belə bir üçbucaq ayırdım. Daha sonra buradan bu üçbucağı bölürəm. Növbəti belə bir hissə ayırırıq. Və ən sonda bu yuxarıdakı üçbucaq. Burada qalan hissələr də öz növbəsində qalsın. İndi keçirik sahələri hesablamağa. Kvadratlar heç. Burada qalan boş kvadratlar 1 olacaq. Bunlar da 1, 1, 1'dir. Üçbucaqların sahəsini hesablayan zaman 1, 2, 3, 1, 2, 3. 3'ün 3'ə 1 kvadratdır. Nə olur? 3 vur 3 bölü 2. 4,5 bunun sahəsidir. 1, 2, 3. 1, 2 də nədir? Enidir. 2A yəni. 3 vur 2 bölü 2. 3 edir bu. Sonra 2'nin 2'yə. 1, 2, 1, 2. 2 vur 2 bölü 2. Bunun sayısı olur 2. Digərinin sayısı isə 1, 2, 3, 4. 4 dənə A. Oturacağı isə bu birisi oturacağı isə 3A'dır. 4A'nı 3A'ya vuram 12A kvadratı. 2'yə də böləndə 6 da bunun sayısı. Sahələri toplasaq 6, 8, 9, 10, 11, 12, 13. 3 də bu 16. 4,5 eləyir 20,5 A variantı doğru cavab olur. 26'da artıq nəhayət gəldik dairə hissələrinə, dairənin sahəsinin tapılması məsələlərinə. Burada bir dənə kvadrat hissəsi, bir dənə xət 2'ni göstərir. Onda bu çevrəmizin 4/1 hissəsi deyilmi? Bu çevrənin 4/1'idir. Çevrənin sahəsi, dairənin sahəsi pi r kvadratıdır. Dairənin sahəsi pi r kvadratıdırsa, 4/1'ini tapmaq istəyirəmsə, pi r kvadratı bölü 4 düsturunu tətbiq etməliyim. Bunun radiusu nə qədər olur? 2 bura 2 bura olanda radiusu olur 4. Onda bunun sahəsi nəyə bərabərdir? Pi vurulsun 4'ün kvadratı bölü 4. 4'lər gedir, qalır cavab 4 dənə pi. Və pi də 3 qəbul olunubsa, bu olur 12. Bunun sahəsi oldu 12. Həmçinin bunu hesablayasam 2'nin 2'yə 2 vur 2 bölü 2. Sahə olacaq 2. Bunun sahəsi oldu 2. Keçib bunun sahəsini hesablayıram. 1'in 1'ə deyilmi bu? Burası 1'dir, burası da 1'dir. 0,5 budur. 0,5 də bu birisi. Yəni ikisinin birlikdə sahəsinə götürüb 1 yaza bilərik. 1 oldu bunun sahəsi. Sonra bunu, buradakı düzbucaqlı hissə var. Bu hissə 1'dir, bu hissə də 2. Sahə olur 2. Sonra çevrənin 4/1 hissəsidir. 4/1 bir pi r kvadratı. 4/1 vurulmuş, pi vurulmuş. Bunun radiusu nə qədərdir? 2'nin kvadratı. Getdi. Qaldı pi. Pi də nəyə bərabərdir? 3'ə. Bunun sahəsi 3'dürsə, həmçinin bu da 3'dür. Bu üçbucağın da sahəsinə baxanda hündürlük nə qədərdir? 2'dir. Oturacaqsa 4'dür. 4'ün də 2'yə vurub 2'yə böləndə sahə qalacaq 4. İndi gəlib sahələri toplayıram. Bunun sahəsi 2, 1 də bu 3, 4 bu 7, 10, 13, 15, 15 və 12 cavabı 27 almış oluruq. Sahə bərabər olur 27'yə. 27'də yenə də dairənin sahəsini soruşur. Dairənin ümumi sahəsindən, ümumi bu böyük dairənin sahəsindən içəridə qalan balacaların sahəsinə çıxsam, nə verər bizə? Rənglənmiş hissənin sahəsini verir. Rənglənmiş hissə, ağ hissənin sahəsini də hesablayanda bir dənəsi görürəm ki, 4'ü də eyni çevrədir də. Çevrə hissəsidir. Onları birləşdirəndə bütöv tam bir çevrə alınır və bunların radiusu təbii ki, eyni olacaq. 4 dənə belə hissədir. Buradan bura qədər olan hissə 1'dir. Deməli, r radiusu nədir? 1'dir. Ama pi r kvadratı nədir? Pi vurulmuş 1'in kvadratı, yəni 3. Buradakı hissələrin hər biri olduğu ağ hissələr oldu 3. S ağ bərabərdir 3. S ümumi nə qədərdir bəs? S ümumidir deyəndə çevrənin ümumi radiusa baxmaq lazımdır. S bərabərdir pi r kvadratı. Pi'miz 3'dür.
Böyüyün radiusu nə qədərdir? Bəs 2'dir. Özü burada verib 2 santimetr. 3'ü vururam 2'nin kvadratına. Da nəyə bərabər olur? 12. Ümumi də 12'dir. Onda S rəngli nəyə bərabər olur? 12 çıx 3, yəni 9 olmuş olur. D variantı olacaq. 28'də ən kiçik dairənin radiusu neçədir? Ən balacağını soruşur. Deyir, ən kiçik dairənin radiusu daha doğrusu 1'dir. Bu 1'dirsə, buradan bura qədər nədir? 2'dir. Bu 2'dirsə, bu balacanın da radiusu 2 olur. Yəni, bir-birinin daxilində baxmaq lazımdır bunlara. Buradan bura qədər dedik ki, 1'dir. Onda opşim bu nöqtədən bura qədər olan nə qədər olacaq? Buradan bura qədər 2'dir. Buradan bura qədər 2'dirsə, bizə nəyi soruşur? S ümumini soruşur. Ümumini soruşursa, rəngli hissəni daha doğrusu. 2 dənə ağ dairənin sahəsini oradan çıxa bilərəm. Birinci ümuminin radiusunu tapıram. Buradan bura qədər radius nəyə bərabər olur? Dedik ki, bu 2'dirsə, bu da 2'dir. Yəni, buradan bura nə oldu? 4 oldu. Buradan bura qədər 4'dürsə, buradan bura qədər 4'dür. Ümumisi nədir? 8. Böyüyün radiusu 8'dir. S ümumi nəyə bərabərdir? 3 vurulmuş 1 kvadratını qeyd edək. Buradan 3 vurulmuş radius 8'in kvadratı. 64 vur 3, cavabı alırıq 192. Ümumi 192'dir. 192'dən çıxıram nəyi? Baxın, bu ağın sahəsi. Buradakı olan ağın sahəsi. Bu ağın sahəsi nəyə bərabər olacaq? Radiusu nədir bunun? Qeyd elədik ki, buradan bura qədər 2, buradan bura qədər də 4. Onda radiusu olur 4. 3 vurulmuş 4'ün kvadratı. O deyilir 16 vur 3, 48. 192'dən çıxdım 48'i. Sonra bunun üstünə gəlməliyəm nəyi? Burada belə bir dairə də var axı. Rənglidir, o dairədə rənglidir. Həmin dairədə rənglidirsə, bunun da sahəsini gəlməliyəm. Pi vurulmuş. Bunun radiusu nə qədərdir bəs? 2. 2'nin kvadratı 4 vur 3 eləyir 12. Üstünə 12 gəldim. Amma bunun daxilində bir dənə də ağ kvadrat var axı. Ağ kvadrat olanda onun sahəsini çıxmalıyam. Rəngliləri toplayıb ağları çıxıram. Ağın da sahəsi olacaq pi vurulsun. Yəni 3 vurulmuş radiusu nə qədərdir? 1. 1'in kvadratı deyilir 3. Buradan da 3 çıxmaq lazımdır. Və 192 çıx 48 plus 12 çıx 3 bizə verir cavabı 160, 100 daha doğrusu 53. 2, 8 çıxanda 4. 192'nin üzərinə 12 gələndə 204. 204'dən də çıxmalıyam nəyi? 51'i eləyir 153. Doğru cavab olur 153 cm kvadrat Y variantı. 29'da ştrixlənmiş hissənin sahəsini tapın. S ümumidən S ağı çıxsam tapmış olaram. Burada düzbucaqlı üçbucaqda tərəfə çəkilən hündürlük məsələsi var. Təbii ki, bu hündürlük həm də nə olur? Çevrənin radiusudur. Çünki mərkəzdən təpəyə qədər olan məsafədir. Radius 5'dir. Həmçinin burada 5'dir, burada 5'dir. Birinci S çevrəni tapaq. Çevrə nəyə bərabərdir? Yəni dairənin sahəsi daha doğrusu pi r kvadratıdır. Pi'miz 3'tür, radiusumuz ise 5'tir. 5'in kvadratı etti 75. AB'nin AS'ye beraber olması şərti bu perpendikulyarın median olması şərtinə bərabərdir elə. Yəni ki, qarşı tərəfi bölür 5 5'ə, həmçinin özü də 5'ə bərabərdir. İndi buradan nə edirəm? Bu düzbucaqlı üçbucağın sahəsini tapıram. S bərabərdir 10 vur 5 böl 2. Niyə? Çünki bu tərəfin uzunluğu 10 oldu. 2 dənə radiusu da. Buradan burada çəkilən oldu nə qədər? 5. S də bərabər oldu. 10 vur 5 böl 2, yəni 25. Onda S rəngli nədir? S ştrix deyək. S ştrix bərabərdir. Ümumidən çıxıram ağ hissəni. 25'i bu deyilir 50. D variantı. 30. sualda rənglənmiş hissənin sahəsini tapın. Deyir, radiusu 12 olan dairənin sahəsidir. Dairənin radiusu nə qədərdir? 12. O da mən bu
hissənin sahəsini tapa bilərəm də. Elə deyil, çünki bunlar diaqonallar bir-birinə perpendikulyar olur. S-ağ nəyə bərabərdir? S üçbucaq deyək də daha doğrusu buna. S üçbucaq AOB bərabərdir 12 vur 12 bölü 2. 144-ün yarısı 72. Bu hissənin sahəsi 72-dirsə, onda bu da kvadratın 4/1-i deyilmi? Rəngli hissədə nəyə bərabər olacaq? Kvadratın 4/3 hissəsidir. Yəni 72-ni vurmalıyam 3-ə. Bu bir hissədir. Bundan eynisindən 3 dənədir. 72-ni də 3-ə vuranda 216 almış oluruq. Cavabı C variantı doğru olur. Uzunluğu enindən 2 dəfə çox olan KMNT. KMNT uzunluğu enindən 2 dəfə. Y nöqtəsi T'nin orta nöqtəsidir. Y T'nin orta nöqtəsidir. TK 5-dir. 2 LM-ə bərabərdir. TK bərabərdir daha doğrusu 10. 2 LM-ə. LM də 5-dir. Aha, ştrixlənmiş hissənin sahəsini tapın. Buradan bura qədər nə olacaq onda? N 20-dirsə, uzunluq 10, N 10-dursa, uzunluq olur 20. Bu da orta nöqtədirsə, 10 bura düşür, 10 da bura düşür. Ştrixlənmiş hissəni necə taparıq? Buradan belə bir hündürlük çəkərik. Buradan bura qədər olan üçbucağın tərəfi vurulsun həmin tərəfə çəkilən hündürlük. Tərəf budur. Tərəfə çəkilən hündürlük budur. S nəyə bərabərdir? Tərəf, yəni 15 vur. Tərəfə çəkilən hündürlük 10-dur. Bölünsün 2. 150-nin yarısı olacaq 75 D variantı. Yenə də burada AB 2BC-yə bərabərdir. AB 12-dir. A-dan B-yə qədər 12-dir. F nöqtəsi orta nöqtədirsə, buradan bura qədər 6. Buradan da bura qədər 6-dır. BC nəyə bərabərdir? Bəs deyir ki, AB 12-dir. 2 dənə BC-yə bərabərdir. BC də 6-dır. Y də bunun orta nöqtəsidirsə, onda buradan bura qədər 3-dür. Buradan bura qədər də nədir? 3-dür. Burada opşi 12-dir. S rənglini tapmaq istəyirəmsə, S ümumidən çıxmalıyam S ağ hissələri. S ümumi nədir? Onu tapaq birinci. Uzunluğu 12-dir. 12 vur, eni isə 6-dır. Yəni 72. S ağ hissələr. Ağ hissələrin sahəsi nədir bəs? 3 vur 6 bölü 2. 9 buradır. 3 vur 12 bölü 2. 36-nın yarısı 18 buradır. 6 vur 6 bölü 2. 18 də buradır. 18, 18 və 9 eləyir 45. S-ağlar da bərabərdir 45. Onda S rəngli olur. 72 çıx 45, 27. Çıxdım. 72-dən çıxmalıydım ağ hissəni. 45-i cavab olmalıydı 27. Doğru cavab B variantı alınmış olur. 33-cü sualda yenə də baxırıq nəyə? Rəngli hissənin sahəsini tapmaq lazımdır. Bir dənəsi A kvadratdırsa, sayını toplayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 28, 9, 30, 31, 32. 56, 64. Baxırıq ki, burada 64 A kvadratıdır sahə. Bir dənəsindən, bir kvadratdan 64 dənədir. Və yaxud da ki, bunu daha rahat yenə də ağ hissələrlə də tapmaq olardı. Ağ hissələrlə necə tapacaqdıq bəs? 1, 2, 3, 4, 5, 6 dənə bundandır. 6 vur. Uzunluq nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 13, 14. 6 vur 14 eləyəcək 84. 84-dən də ağ olan hissələri çıxırıq. 8, 8, 16, 4 dənəsi də burada 20. 84-dən də 20 çıxıb 64 almış olurduq. Bura 8-dir, bura 8-dir, burada 4. 20 çıxırıq, cavabı yenidən 64 almış olur. Yəni istənilən halda cavabı almaq mümkündür. Keçirik 34-cü suala. 34-cü sualda rəngli hissələrin sahəsini tapırıq yenə. 2A buradır, 2A buradır. Sahəni tapanda nə edirdik? 2A-nı 2A-ya vurub 2-yə bölürdük.
4 bölü 2 olacaq 2a kvadratı. Yenə də bu da eynisidir. Bu da oldu 2. Bu isə həmin 2a tərəfi 2a olan üçbucağın nə idi? Yarısıdır. Onda bu da olacaq 1. Rəngli isə də nə olur? 4. 4 plus 1 5 olmuş olur. 35-də rəngli hissəni tapmaq üçün bu içəridə verilən fiqur biraz qarışıq fiqurdur. Ağ hissələrin sahəsini tapıb ümumindən ağ hissələri çıxmaq olar. Gəlin ümumiləri tapaq. Birinci 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 vur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ümumi sahə 100'dür. Ağları tapaq. Ağlar buradadır. Tərəf 1, 2, 3, 4. Hündürlük isə nə qədərdir? 1, 2, 3, 4, 5. 4 vur 5 bölü 2, 10. Həmçinin burada 10'dur. Burada 10, burada 10'dur. Buradansa 40 çıxmalıyam. 100'dən çıxıram 40'ı. Cavab olur 60. Doğru cavab C variantı. 36. 36'da rəngli hissəsinin sahəsini soruşur. Bu hissələrdən kvadratlar ayırıb yerdə qalan üçbucaqlar hissəsində toplayaraq ayrıca. Buradan ayırmış olsaq İlk öncə nəyə baxaq? Bunun içərisindəki 1, 2, 3, 1, 2, 3, 4. 3'ün 4'ə bir kvadratdır. Bu elədi 12. Daha doğrusu düzbucaqlıdır. Bu 1, 2, 3, 4, 1, 2, 3, 4. 4'ün 4'ə. Bu elədi 16. Daha sonra 1, 2, 3, 1, 2, 3, 4. 3'ün 4'ə yəni 12. Bu 3'ün 4'ə. Bu da oldu 12. Burada içəridə 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də əlavə var içəridəki kvadratlar. Deməli 3 dənə 12, 36, bir dənə 16 və 8. Bir də ki yerdə qalan üçbucaqlar var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'i də 0,5'ə vuranda buradan da 4 gəlir. Toplayanda 64 almış oluruq cavabı. Doğru cavab olur C variantı 64. 37'də hissələrin sahəsini hesablayaq. Yenə üçbucaqdır. Üçbucaqda buradan bura qədər hündürlük nəyə bərabərdir? Görürəm ki 12'ni 2 dənə bərabər hissəyə bölüb, yəni 6 bölmüş olur. 6 buradırsa, həmçinin bu tərəflər bərabər olduğuna görə belə baxsaq üçbucaqlara oturacağı 6'dır. Bunda oturacağı 6'dır, həmçinin digərinin də oturacağı 6'dır. Bəs buradan bura çəkilən hündürlüklər nə qədər olur? O da görürəm ki bu yarının yarısıdır, yəni 3'dür. Onda S bərabər olur 6 vur 3 bölü 2. Yəni 9. Bunun sahəsi gəldi oldu 9. Bunun sahəsi də 9'dur. Bunun da sahəsi 9'dur. Və bunun sahəsi nəyə bərabər olacaq? Bura 3, bura 3 və 3'ün 3'ə. Düzbucaqlı üçbucaqdan 4 dənədir. 3 vur 3 bölü 2'ni vurmalıyam 4'ə. Bu da eləyəcək neçə? 9 bölü 2. 4,5. 4'ə vuranda 18. Nə aldım? 3 dənəsi 9'dur. 9 vur 3. Üstünə əlavə olaraq içəridəkilər də gəldim 18. 27 plus 18 cavabı almış oluruq 45 A variantı. 38-ci sualda sahəni hesablayırıq. 2'nin 2'yə. 4 yarısı 2. 4 yarısı 2. 2x vur 2x 4x kvadratı yarısı 2'dir. Bu da 2'dir. Və S nəyə bərabər olur? 8. B variantı. 39'da rəngli hissələrdən əvvəlcə kvadratlar quraq. Daha doğrusu üçbucaq hissələrini ayıraq.
Sayaq görək balaca üçbucaqlardan nə qədərdir? 1, 2, 3. Sonra 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 vurmalıyım 0,5'e çünki yarımdır. Tam olanlara baxaq. Tam olanlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 4, 25. 25 tane de tamdır. Üzerine de 25 gəlməliyim. 8 bu birisidir. Yarımlar. 25 de tamlar. Toplayanda cevabı 33 almış oluruq. Doğru cevap Y variantı olacaqdır. 40-cı sualda. 40-cı sualda baxaq nəyə? Belə bir çevrə hissəsi var. Bunun rəngli olan hissələrini tapmaq üçün yarım dairənin sahəsindən içəridə olan ağ üçbucağın sahəsini çıxa bilərəm. Dairənin sahəsi pi r kvadratıdır. Yarım dairədə isə pi r kvadratı bölü 2'dir. O birinci yarım dairənin sahəsini hesablayaq. Pi 3'dür. Vurulsun. Buradan bunun radiusu nə qədər olur? 1, 2, 3, 4. Pi vurulsun 4'ün kvadratı bölü 2. Oldu 24. Ümumi bu yarım dairənin sahəsi 24'dür. Buradan da üçbucağın sahəsini çıxıram. Üçbucağın sahəsini çıxmaq istəyirəmsə, hündürlüyü nə qədərdir? 1, 2, 3, 4'dür. Tərəf isə 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 vur 4 bölü 2. 32'nin yarısı 16. Çıxdım və rəngli hissəni tapdım 8. 4 bura, 4 bura. Olsun bunlar sahə. Bunların sahəsi. Keçirəm indi yuxarıdakı üçbucağın sahəsinə. Bunu hesablayanda 1, 1, 2, 3. 3 vur 1 bölü 2. Yəni bunun sahəsi oldu 1,5. Bu da həmçinin eynisidir. Bu da oldu 1,5. Bunun sahəsinə baxıram. Burada tam kvadratlar və yarım kvadratlar var. 1 tam, 2 tam, 3 tam, 1 yarım, 2 yarım, 3 yarım, 4 yarım. 4 yarım bizə 2 tam verir. 3 tam da ilə 3 tamdır. Deməli bunun sahəsi oldu nə qədər? 5. Sahəsi oldu 5. Keçirəm bu birisini hesablamağa. Bu da yenə yarım dairə deyil. Bu yarım dairənin sahəsindən burada olan ağ hissənin sahəsini çıxıram. O üzü də yarım dairədir. Pi r kvadratı bölü 2 ilə ümumisini tapıram bunun. Bunun radiusu nə qədərdir? Böyüyün radiusu 2'dir. 3 vurulsun 2'nin kvadratı bölü 2. Nə verdi bizə? 6. 6'dan da çıxmalıyam. Baxın bunun sahəsini, bu yarım dairənin. O da eləyəcək 3 vurulsun 1'in kvadratı bölü 2. 1,5. Deməli, buradan da 1,5'i çıxmalıyam. 6'dan 1,5 çıxanda sahəsi oldu 4,5. Bunu artıq gəlib toplayırıq. 4, 4, 8, 5, 13. 13, 3 de burada 16. 4,5 de burada 20,5. Doğru cevap olur. 20,5 C variantı. 41'də ağ hissəsinin sahəsini tapmaq bizə daha çox kömək olacaq burada. Çünki rəngli hissə çoxdur və qarışıqdır. Ümumi sahə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 vurulsun 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 100'dür ümumi sahə. Ümumi sahə 100'dür. İndi S ağları hesablayaq. Ağlar. Ağlar burada 3 bucaq var məsələn. Bunun sahəsi nədir? 1, 2, 3, 4, 1, 2, 3, 4. 4 vur 4, 16 bölü 2, 8 buradır. 2'nin 1'ə, 2 vur 1 bölü 2, 1 budur, 1 də budur. Keçirəm mən bunu hesablamağa. Bu ağı hesablamaq üçün ümumi ağdan içəridəki qaranı çıxaram. Ümumi ağı hesablamaq üçün nə edirəm? Yenə də bu üçbucağın hündürlüyünü çəkirəm. Bu üçbucaqdır. Tərəfi 1, 2, 3, 4'dür. 4 vurulsun. Hündürlüyü isə 1, 2, 3, 4'dür. 4 vur 4 bölü 2. 16'nın yarısı 8.
8 ümumi ağdır. Buradan da isə rəngli üçbucağı çıxmalıyam. Bu nədir? Bəs hündürlüyü 2 tərəf 2. 2 vur 2 böl 2. Bu da elədi 8 çıx 2 6. Buradakı ağ hissələrdə oldu 6. İndi qaldı buradakı böyük ağ hissə. Bu da yenə də yarım dairədir. Və bu yarım dairənin sahəsindən içəridəki rəngli olan yarım dairəni çıxsam taparam cavabı. Bunun radiusu nə qədərdir? Birinci bunu təyin edək. 1, 2, 3, 4. Ümumisininki 4'dür. 3 vurulmuş 4'ün kvadratı böl 2. Elədi 24. Sonra ağ hissəni tapaq. 3 vurulmuş radius 2'dir də. 2'nin kvadratı böl 2. Bu da elədi 6. 24'dən də 6 çıxanda ağ hissə qalır 18. Ağ hissələri toplayaq. 18, 8, 26, 26, 6, 32, 33 və 34. 100-dən də 34 çıxıram. Qalır 66. Rəngli hissənin sayısı olacaq 66. Daha sonra 42. 42'də yenə də rəngli hissələrin sayısını tapmaq mümkündür. Burada nə etmək lazımdır? İçəridəki üçbucaqların ilk öncə sayısını tapaq. 2'nin 2'yədir. 4 yarısı 2. 2 bulardı. Sonra bu da yenə eynisidir. Bunun sayısını necə tapa bilərəm? Buna belə baxsaq, böyük dairədən içəridəki ağın sayısını çıxsam taparam. Pi r kvadratıdır da, pi r kvadratıdır. Pi 3'dür. 3 vurulsun. Böyüyün radiusu 2'dir. 2'nin kvadratı eləyir 12. 12'dən də bu ağı çıxmalıyam axı. Ağın sahəsi nədir bəs? 3 vurulsun 1'in kvadratı. Yəni 9. Bu rəngli hissəsi oldu 9. Bunun üçün. Bu 9'dursa, həmçinin bu da 9'dur. Və bu da bu kənarda qalan bu hissə ki var. Bəs o nəyə bərabərdir? Bundan 4 dənədir. Bu bizim çevrəni bu formada birləşdirsəm. Əgər kvadratdan içəridəki ağ dairənin sahəsini çıxsam, böyük bu kvadrat varsa ki, böyük bu kvadrat var. Buradan içəridəki dairənin sahəsini çıxsam, onda kənarların sahələrini alıram. Onda böyük kvadratın sahəsi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 100'dür. 10 da sağ tərəfdir. 100'dən çıxıram dairənin sahəsi. Yəni 3 vurulmuş. Görək radius nə qədər olacaq? 5 təbii ki. Onun yarısı. 3 vurulsun 5'in kvadratı. 75 budursa kənarda qalır o 25. Onda bu kənardakilərin də sahəsi nədir? 25'dir. Artıq toplayıram. 25. Üzərinə 2 gəlim 27. 29, 31. 9 da burada 40. 49. 49, 51, 53, 55. Sahə də olmuş olacaq. 55 doğru cavab Y variantı olmuş olacaqdır. Keçirik artıq perimetr suallarına. 43-51 sayılı suallarda fiqurların perimetrlərini tapasıq. Perimetrlər nədir? Fiqurun tərəflərinin, bütün tərəflərinin uzunluqları cəmi bizə perimetri verir. Baxıram ki, bunun bir tərəfi A-dır və bütün tərəfləri A olan bir fiqurdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20. Perimetr nəyə bərabərdir? 20 A-ya bərabər olacaq. Doğru cavab C variantı olur. 44-cü sualda baxıram ki, bu fiqurun yuxarı hissəsinin uzunluğu 13K-dır. Daha sonra buradan aşağıya doğru 8K. Mən bu hissələrin, həmçinin bu hissələrin uzunluqlarını ayrı-ayrılıqda bilmirəm. Ancaq bilirik ki, bu hissədən baxmış olsaq əgər, bu hissə, buralar və bu. Hissələri toplamı bizə elə yuxarıdakı 13K-nı vermir. Çünki həmin hissələri birləşdirəndə buradan sona qədər nəticədə biz 13K-nı gəlib almış oluruq. Deməli, yuxarını hesabladıq 13K,
Aşağı da 13K-dır. Sağ tərəf bura 8K-dır. Buradan bura qədər olan məsafə nə qədərdir? Onu tapacağıq. Buradan bura qədəri bilirik. 2K. Buradan ümumisi 8K-dırsa, onda bu hissə, yəni buradan bura qədər olan hissə nə qədər olacaq? 6K olmuş olacaq. Onda gətirib bu hissəyə 6K yazıram. Yerdə hansı hissəsi qaldı? Bu hissə qaldı. Bura 3K-dır. Sonra buradan bura qədər hissə qaldı. Bəs bunlar nə qədər olacaq? Təbii ki, buradan bura 2K-dırsa, yuxarı da olur 3K. 2K buradırsa 5K. Bu hissə 2K, bu hissə də 2K. 4K-da bunlar olmuş oldu. İndi bunların toplamına baxsam, 13, 13, 26, 34, 40, 48 və 4, 52K. Deməli, perimetr nəyə bərabər olacaq? 52K-ya bərabər olmuş olacaq. Təkrardan qeyd eləyək. Baxın, burada ilk öncə hansı hissələri görürük? Daha aydın şəkildə. Buranı görürük ki, bura zaten 13K-dır. Burada nədir? 8K-dır. Daha sonra növbəti bu hissələr var ki, bunların birləşməsi bizə nəyi verir? Bizə verir 13K-nı. 13 var, 8 var. Həmin hissələr bizə verdi 13-ü. Növbəti bu hissələri götürürük. Buradan bura qədər oldu 6K. Plus, bura 3K-dır. Burada 3 plus 2, 5K. 8 oldu. Sonra bura 2, burada 2'dir. Üzərinə də bir 4 gəlirəm. 18 və 34, 52. Cavab 52'dir. Yəni, həmin hissələrə diqqətli formada baxmaq lazımdır. Perimetr bütün tərəflərinin cəmini bizə verir. Növbəti 45-ci sual. Yenə də burada da hər bir hissələrin uzunluqlarını bizim üçün ayrı-ayrılıqda verməyib. Ancaq bilirik ki, bu hissələr, işarələdiyim hissələr bizə ümumilikdə nəyi verir? Bizə ümumilikdə 32Y verir. Çünki bu xəttləri birləşdirəndə biri yuxarıda, biri aşağıda, biri yuxarıda, biri aşağıda. Bunları birləşdirəndə 32Y alırıq. Y saxlayıram, 32 yazıram. Həmçinin aşağıda da bu eyni rənglərlə işarələdiyim bu hissələri birləşdirəndə yenə də nəticəni nə almışıq? 32 alırıq. Sonra bu hissə 12Y verib özü. Sonra nəyə baxıram? Bu hissələr birləşməsi bizə nə verir? Bu hissələrin birləşməsi bizə verir 12Y. Sonra qalanlar nələrdir bəs? Qalanlar bunlardır. 4Y, bu da 4Y oldu 8, 4 daha bu 12, 4 da bu 16. 4 budur 20, 24, 28, bu da nədir? 32. Plusdakı üzərinə 32-ni gəlməliyəm. Deməli, bunu da hesablasaq 96 plus 24 cavabı 120 almış oluruq. Deməli, həmin fiqurun perimetri 120-yə bərabərdir. 46-cı sualda perimetri taparkən nə etmək lazımdır? Bizə verilən konkret tərəflər var. Həmin tərəflərin uzunluğundan istifadə edə bilərik. İlk öncə bizə məlum olan tərəflər var. 5, bura 4, 3, 6, təzədən 3 və 4. Burada təbii ki 5 olacaq. Bura qədər bilirəm. Bunların toplamı nə qədər olur? 5, 4, 9, 3 burada 12, 6 bura 18, 3 burada 21, 4 da burada 25, 5 burada 30. Növbəti bu hissələr var ki, mən bu hissələri ayrı-ayrılıqda bilmirəm. Amma nəyi bilirik? Onu bilirik ki, bu hissələri birləşdirəndə aşağının cəmini verir.
Yəni bütöv buradan başlayır, bura qədər olan bir uzunluq verir. Təbii ki, bu uzunluq da 4, 6 və 4-ün, yəni 14 cəminə bərabərdir. Bu hissələr də bizə verir 14. Daha sonra işarələmədiyimiz hansı hissələr qaldı? Bura. 4 buradır. 4 bura. Görürük bərabər olmalıdır. Burada var, həmçinin bu hissələr. Bu xəttdən də neçə dənədir? 1, 2, 3, 4, 5, 6. Bir dənəsi də 4-dürsə, ümumi olur 24. 30, 14, 24-ü toplayanda cavabı 68 almış oluruq. Perimetr olacaq 68. 47-ci sualda yenə də perimetr hesablayırıq. Yuxarıda düsturda mövzu izahına başlayarkən çevrənin uzunluq düsturunu qeyd etmişdik. L bərabərdir 2πr formasında. Bu da para çevrədir də. Deməli nə olacaq? Bunun yarısı olacaq. πr formatında. Bura 3K-dır. Burada 3K-dır. 3, 3, 3K, 3K, 3K və 3K. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 vurulsun 3K. Eləyəcək 24K. İndi bunu hesablayıram. Bunu hesablamaq üçün radiusu bilmək lazımdır. Radius nəyə bərabərdir? Buradan bura qədər 3K, buradan bura qədər də 3K. Deməli, radius nədir? 6K-dır. L nəyə bərabərdir bəs? Pi vur R-ə. Yəni, yarım çevrənin uzunluğundan söhbət gedir. Pi'miz 3'dür, radiusumuz isə 6K-dır. Da olacaq 18K. Onda P ümumi nəyə bərabər olur? Həmçinin bu hissə də var. Bu hissəni unutmuşuq aşağı. Bu hissənin uzunluğu bəs nəyə bərabər olacaq? Onu təyin edək. Buradan bura qədər 3K-dır. Burada 3, burada 3, burada 3. Bu da 12K oldu mu? 12K da buradır. Deməli, bu xətlər bizə verdi 24K. Yarım dairə verdi 18K. Aşağıdakı isə verdi 12K. Və cavabı 54K almış oluruq. Doğru cavab olur. 52 yox, 54K. C variantı. 48-də bura 3K, yuxarı 6K, burada nədir? 3K. Perimetri hesablayanda 6K, 3K və 3K-nın cəmi pilusdakı üzərinə bu yarım dairənin uzunluğunu gəlirəm. Bunun radiusu nəyə bərabərdir? Radius yuxarıdakının yarısı, yəni 3K-dır. L nəyə bərabərdir bəs? 2πr bölü 2, yəni πr. Pi 3'dür, radius isə 3K-dır. Deməli, uzunluq nəyə bərabər olur? 9K-ya. Bunun da üzərinə biz 9K gəlməliyik. Da edir 18 plus 3, 21K. Doğru cavab olur B variantı. 49-da əvvəlcə bu düz xətlərin uzunluğunu hesablayaq. Bu düz xətlərin uzunluğu nə olacaq? Yuxarı 10K-dır deyə aşağıda 10K olur. Bura 4K, bura 4K, burada 4K'dır. Çünki bir-birinə bərabərdir. Bura 3K, bura 3K. O zaman 10 vur 2 plus 4K, 4K, 4K olacaq 12K. K'nı daha yazmıram. Plus 3 bura, 3 də bura. Nə oldu? 6. Bunların cəminin üzərinə də gəlməliyəm. Bu yarım dairə ki var burada, onun perimetri. Dairənin uzunluğunu demişdik, L bərabərdir 2πr'dir. Yarım dairə olanda isə L bərabərdir πr olacaqdır. P'nin qiymətini 3 verib, onda bunu hesablayaq. 3 vurulmuş. Bəs radius nədir? Radiusumuz isə 12'nin yarısı olacaq təbii ki. Buradan bura qədər 12'dirsə, radius da bunun yarısı olacaq, yəni 6. L də bərabərdir 3 vur 6. Edir 18. Üzərinə də 18 gəlirik və cavabı hesablayırıq. 20, 12, 32, 32, 6, 38, 56K. Cavabı 56K almış oluruq. D variantı. 50-ci sualda düz hissələri tapmaq təbii ki daha rahatdır.
İlk öncə düz hissələrin uzunluğu çox aydın bir şəkildə görünür. Onları hesablayaq. 5 yuxarıda, 7 solda və sağda, yəni 7 vur 2 14 plus 5 2 aşağılarda 10. Bu kənarlarda da nə var? 3 dənə 3, yəni 9. Aha, bunları topladıq. İndi nə baş verir? İndi mən bu hissələri hesablamalıyam. Bu isə çevrənin kənarının, bax sanki bunu tamamlayanda gəlir tam bir çevrə çıxır. Mən çevrənin uzunluğunun 1/4-ni tapmış olsam, gəlib bu hissənin perimetrini də tapmış olaram. Nə etməliyəm? El bərabərdir çevrənin uzunluğu 2 piyerdir. Bu isə uzunluğun nə idi? 1/4 qədərdir. Piyer bölü 2 yəni. Piyer 2 piyeri 4-ə bölməliyəm, yəni qalır piyer bölü 2. Bəs bunun radiusu nə qədərdir? Onu tapmaq lazımdır. Aydındır ki, buradan bura qədər olan məsafə nə qədərdir? İlk öncə onu qeyd eləyək. Buradan ora qədər olan məsafə 13-dür. Və bu 13-ün 5-i buradan çıxıb. Buradan bura qədər olan məsafə 5-dirsə, yerdə qalır neçə? 6. Bu da 3 bölünür. Daha doğrusu 8. Bu da 4 bölünmüş olur. Və radiusa gəlir nə düşür? 4 düşür. Onda bunu yazırıq. Pi vurulmuş 4 bölü 2. Yəni 2 pi. Pi'nin də yerinə 3'dür deyə olur 6. Bu 6. Həmçinin bu da onun eynisidir 6. Üzərinə də nə gəlməliyəm? 12 gəlməliyəm. 19, 19, 38, 12 də bu 50. Deməli, fiqurun perimetri olur 50. Doğru cavab A. 51-ci sualda hər bir tərəfi 5'dir. Bütün tərəflərini sayıb 5'ə vurmaq lazımdır. Prosto burada belə bir uzun hissə var. Bu nə qədər hissəni əhatə edir? Bunu buradan yendirmiş olsaq, buradan bura qədər 5. Buradan burada 5, burada 5. Yəni bu hissə nə qədər olmuş oldu? 15 olmuş oldu. İndi gəlib toplayaq. Bu hissə 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65, 70, 75, 80, 85, 90, 95, 100, 115, 120, 25, 130 və perimetr 130'a bərabər olmuş oldu. 52-ci sualda hansının perimetri deyir daha böyükdür? Perimetr bildiyimiz kimi tərəflərin uzunluqlarıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Burada 18'dir. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 12, 13, 14, 15, 16, 17, 18. 20, 21, 22. Perimetri 22'dir. Üçüncü fiqur üçün 1, 2, 3, 4, 5, 6, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25, 26. Daha sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 12, 22. Burada da oldu 22. Baxıram ən böyük, belə deyək də, ən böyük uzunluğu əhatə edən, ən böyük perimetrə malik olan fiqur D variantındakı fiqurdur. Burada da həmçinin 1, 2, 3 buradır 5, 2'nin 5'e 10, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12 bu fiqur üçündür. 2, 3, 3 də bura 6, 4 bura 10, 11, 3 də burada 14. 1, 3, 6, 7, 9, 11, 12. Sonra 1, 3, 4, 5, 6, 10, 11, 12.
Baxırıq ən böyük perimetr məhz 50, daha doğrusu C variantındakı fiqurdur. 54-cü sualda 54-də də ən böyük perimetr lazımdır bizə. Baxaq nəyə? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu oldu 8. Həmçinin bu da 6 olacaq. Çünki 6 hissəli fiqurda 6 tərəfli. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da 8'dir. 2, 5, 7, 8. Axırıncı fiqura da baxsaq 2, 4, 6, 8 və 10. Ən böyük perimetrə malik olan fiqur Y variantındakı fiqur olmuş oldu. 54'dədir. Fiqurun sahəsi perimetrindən nə qədər çoxdur? İlk öncə bunun sahəsini hesablayaq. Sahəni hesablayanda burada bir düzbucaqlı və bir də yarım dairə var. Düzbucaqlının sahəsi uzunluğu n-ə hasilidir. Yəni 6 vur 4. Dairənin sahəsi isə bildiyimiz kimi nə qədərdir? Pi r kvadratıdır. Pi r kvadratıdır. Bu isə tam dairə deyil, yarım dairədir. Ona görə də sahəni pi r kvadratı bölü 2 ilə hesablayırıq. Bəs radius nəyə bərabərdir? Radius bildiyimiz kimi buradan bura qədər çevrənin mərkəzindən tərəfə qədər olan məsafədir. Radius da burada qədər 4-dürsə onun yarısı olur 2. Pi vur 2'nin kvadratı böl 2. Yəni 2 pi'dir. Sahə oldu 2 pi. Deməli, sahə ümumiyyətlə bərabər oldu 24 pi plus 2 pi'yə. Keçirik perimetri hesablamağa. Perimetr nədir bəs? Perimetr bütün tərəflərinin cəmidir. Bütün tərəflərinin cəmi deyəndə ilk öncə kvadratlarda bura 6, bu hissə 4, bu hissə də 6'dır. 6, 4, 6. Cəmi eləyir 16. Üzərinə gəlirəm. Bu yarım dairənin perimetrini tapmaq lazımdır. Yenə də radius 4'dür. El bərabərdir. Dairənin uzunluğu 2 pi r idi. Yarımla söhbət gedirsə pi r olacaq. Və burada pi'ni bilmirəm nə qədərdir. Radiusumuz isə 2'dir. Cavab oldu 2 pi. 16 pi plus 2 pi də bunun perimetri olacaq. İndi deyir sahə perimetrdən nə qədər çoxdur? Yəni sahədən perimetri çıxmalıyıq. O da edir 24 pi plus 2 pi'dən çıxırıq 16 pi plus 2 pi'ni. Çıxanda da 2 pi'lər gedir. 24'dən də 6 çıxanda 8 qalır. Deməli doğru cavab olur 8 A variantı.